Hər vaxtınız xeyirli olsun. 25 fevral 2026-cı ildir. Xoş gördük hər birinizi. Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbi ilə bağlı suallar çox gəlir. Bir də xatırlatmaq istəyirəm ki, xüsusi məktəbə ərizə qəbulu hələ davam edir. Martın 16-sına qədərdir. Təxminən 1000 nəfərə yaxın şəxs, yəni şagird artıq elektron ərizəsini təsdiqləyib. Ərizə qəbulu martın 16-sına qədərdir. Bəzi şagirdlərdə problem yaranır ki, bəs şagird məzun sisteminə məlumat daxil etməlidir. Bəli, bunu məktəb həyata keçirir həmin hissəni. Yəni orada hazırda təhsilat bölməsi seçilir. Əgər sizin vəsiqəniz şəkilsizdirsə, vəsiqənizi dəyişməyə ehtiyac yoxdur. Məktəb şəkil əlavə edir və ondan kifayətlənmiş olursunuz. Yeri gəlmişkən Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində bizdə dərslər təşkil olunur. Həmçinin 2 həftədən bir sınaq imtahanları keçirilir. Növbəti sınaq bu ayın, yəni fevralın 28-idir. Əyani sınaq saat 11-də, onlayn sınaq isə saat 3-dədir, yəni 15:00-dadır. Dərslərimizə qatılmaq üçün, eləcə də təhsilə bağlı suallarınız varsa, həmçinin bunun paralelində sınaq imtahanlarına yazılmaq üçün 051 346 14 38 mobil nömrəmizə yazıb həm suallarınızı verə bilərsiniz, sınaqlarımıza yazıla bilərsiniz və dərslərimizdən yararlanmaq imkanınız var. Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinə bağlı suallarınız varsa, elə o sualları dediyim kimi həm burada rəy bölməsinə, həm də ki WhatsApp nömrəmizə yaza bilərsiniz. Kanala abunə olun. Elə yuxarıda sağ tərəfdə plus işarəsini görürsünüz. Onun üzərinə tıklayın ki, bax bu şəkildə təhsil məlumatlarını anında, vaxtında xəbərdar olasınız. Yeniliyi hər kəsdən tez öyrənə biləsiniz deyə. Uğurlar.